Neft, qaz və digər faydalı qazıntı hasilatı ilə məşğul olan ölkələr ənənəvi enerjini tamamilə rədd etmək yox, onun gəlirləri ilə bərpa olunan enerjiyə investisiya qoymağı planlayır. Azərbaycan məhz bu balansı qoruyan model yaradıb. Ölkəmiz həm Avropanın qaz təhlükəsizliyini təmin edir, həm də regionun yaşıl enerji mərkəzinə çevrilir. Uzun illər Azərbaycanda daxil olmaqla daşlaşmış enerji mənbələrindən istifadə edən dövlətlərə qarşı aparılan qarayaxma kampaniyası Prezident Trumpın ikinci dəfə hakimiyyətə qayıtmasından sonra, necə deyirlər, bunun qarşısı alındı. Çünki enerjinin malik olduğu real çəki, həm iqtisadi, həm maliyyə, həm enerji, həm də siyasi həyatdakı çəkisi özünə qaytarıldı və cənab prezident də bunu vurğuladı ki, biz dövlətləri bu təbii sərvətlərə malik olmasına görə qınaq obyekti eləməməliyik. Biz dövlətlərə bu enerji sərvətlərindən istifadə etməklə öz iqtisadiyyatını necə qurması, tərəfdaşlıq münasibətlərini necə qurması və bunun əsasında təhlükəsizliyə necə töhfə verməsi nöqteyi nəzərindən yanaşmalıyıq. Və Azərbaycanı misal kimi göstərdi. Bildirdi ki, 90-cı illərdə Azərbaycanın əraziləri işğal altındaydı və biz özümüz qazı ixal edirdik. Yoxsulluqla bağlı və digər məsələlərlə bağlı faktlar vurğulandı. Amma Azərbaycan apardığı praqmatik siyasət, düzgün siyasət, milli maraqlara əsas götürən siyasət nəticəsində enerji resurslarından düzgün istifadəni həyata keçirdi və bunun sayəsində Azərbaycan öz iqtisadiyyatını gücləndirdi. Enerji məsələsini yenidən normal məcraya qaytardığına görə Prezident Trumpa daha bir təşəkkür düşür. Hamımız bilirik ki, uzun illər neft və qaz hasilatı ilə məşğul olan ölkələr və şirkətlərə damğa vurulurdu. Bəzən qarayaxma obyektinə çevrildilər. Planetin dağıdılmasında ittiham olunurdular. Hər hansı əsas olmadan ictimai rəylə küncə sıxışdırılırdılar. Prezident Trump bu trendi dəyişdi və bu həqiqətən həla hadisə oldu. Dövlətimizin başçısının ABŞ prezidenti Donald Trumpın real enerji xəttini təqdir etməsi ölkəmizin beynəlxalq münasibətlərdə hər zaman rasional və strateji tərəfdaşlığa üstünlük verdiyini göstərir. Dövlət başçıları arasındakı birbaşa məktublaşmalar və səmimi dialoq şəxsi diplomatiyanın gücünü bir daha ortaya qoyur. Bu münasibətlər Azərbaycanın xarici siyasətdə çevik və operativ olduğunu, böyük güclərlə qarşılıqlı hörmət və milli maraqlar çərçivəsində strateji tərəfdaşlıq qura bildiyini sübut edir. Məlumdur ki, bəzi iri neft şirkətləri dırnaqarası müasir trendə uyğun olmaq xatirinə öz adlarını dəyişirdilər. Amma reallıq budur ki, dünya faydalı qazıntı olmadan yaşaya bilməz. Hamımız daha yaxşı iqlimi, planetin qorunmasını istəyirik. Daha yaxşı ətraf mühitdə yaşamağı istəyirik. Lakin bugün biz çox praqmatik olmalıyıq. Enerji təhlükəsizliyi və həmçinin bərpa olunan enerjiyə sərmayə yatırmaqla yanaşı öz gələcəyimizi planlaşdırmalıyıq. Düşünürəm ki, irəliyə doğru aparan yol belədir. Təəssüflər olsun ki, cənab prezidentin də qeyd etdiyi kimi bir zaman kəsiyində ənənəvi enerji resursları ilə bağlı deməli bəzi ölkələrə qarşı qarayaxma kampaniyası, böhtan kampaniyası aparılırdı. Amma tarixi proseslər sübuta yetirdi ki, məhz Azərbaycanın sərgilədiyi baxış bucağı, sərgilədiyi mövqeyi, yəni ənənəvi enerji resurslarından əldə olunan gəlirdən istifadə etməklə yaşıl gündəliyin irəliyə aparılması ən doğru seçimdir və bu gün də artıq ənənəvi deməli ritorikanın dəyişməsi, klassik ritorikanın dəyişməsi də ölkəmizin nə qədər doğru bir yolda olduğunu sübuta yetirir. Ölkələr neft və qazın mövcud olmasına görə günahlandırılmalı deyil. Çünki neft və qaz digər adi əmtəə kimidir. Hər bir ölkə faydalı qazıntılarını öz inkişafı üçün istifadə edir. Müstəqilliyini qazanan zaman Azərbaycanda da məhz belə hal hökm sürürdü. Neft və qaz bizim üçün müstəqil ölkə kimi yaşamağın yeganə yolu oldu. Ölkələr neftin olub olmaması ilə deyil, gəlirlərdən necə istifadə etdiklərinə görə mühakimə edilməlidir.
diqqət yetirilməlidir ki, öz ölkəsinin inkişafı, xalqının daha yaxşı yaşayış şəraitinin təminatı, yaşıl gündəlik məsələlərinə, enerjinin istehsalından əldə edilən vəsaitləri onlar necə sərmayə kimi yatırırlar. Düşünürəm ki, Azərbaycan çox bariz nümunədir. Bütün bunlar göstərir ki, ölkənizi beynəlxalq sərmayələrə açıq edəndə, milli maraqlara əsaslanan müdrik siyasət aparanda siz uğur qazanırsınız. Azərbaycanın 94-cü ildə Nəsri müqaviləsindən başlayaraq qət etdiyi bir məsafə əslində enerji ehtiyatlarını dünya bazarına çıxaran bütün dövlətlər üçün mahiyyət etibarilə bir nümunə ola bilər. Çünki enerjidən əldə olunan gəlirlərin, iqtisadiyyatın bütün sektoruna yatırılması, paralel olaraq da bərpa olunan enerji layihələrinə üstünlük verilməsi qənaətimə görə Azərbaycanın timsalında müasir yanaşma tərzinin nə qədər önəmli olduğunu sübuta yetirən faktor kimi dəyərləndirilməlidir. Xüsusilə son illərdə yaşanan qlobal geosiyasi böhranlar və təchizat riskləri fonunda Azərbaycan Avropa İttifaqı üçün ən etibarlı alternativ qaz mənbəyinə çevrilib. Cənub qaz dəhlizi vasitəsilə qitənin enerji xəritəsi yenidən formalaşır. Azərbaycan ötən il Avropa İttifaqının boru kəməri ilə qaz idxalının təxminən 8,1%-ni tək başına təmin edib. Hazırda ölkəmiz qlobal miqyasda 20-dən çox ölkəyə neft, 16 ölkəyə isə təbii qaz ixrac edərək strateji tərəfdaşlıq şəbəkəsini genişləndirir. Turab Hacızadə, Təxminə Babayeva, NTV Xəbər.